Salam, 5-ci sinif Azərbaycan tarixindən 18-ci dərsimizə keçirək. Dərs 18. Daş keşikçilər. Bilirsiniz ki, qədim dövrlərdə insanlar təbiət qüvvələri ilə mübarizə aparmağa məcbur idilər. Onlar vəhşi heyvanlardan, yağış, qar və tufandan qorunmaq üçün mağaralara üz tuturdu. Zaman keçdikcə cəmiyyətdə ciddi dəyişikliklər baş verdi. Təbiətlə mübarizədə böyük təcrübə qazanan insan evlər tikməyə, böyük məskənlər salmağa başladı. Əmək alətləri təkmilləşdikcə istehsal da artdı. Ox və kamana, nizəyə malik insan üçün vəhşi heyvanlar o qədər də təhlükə yaratmırdı. İndi daha ciddi təhlükə vardı. İnsanın özü. Yeni ərazilər, otlaqlar, əkin sahələri, bir sözlə sərvət uğrunda mübarizə başlamışdı. Təbiət qüvvələrinə qalib gələn insan indi özü-özünə qənimkəsilməkdə idi. Artıq heyvanların deyil, güclü qonşuların hücumlarından qorunmaq lazım gəlirdi. Evlər müdafiə olunmaq üçün çox zəif idi. Məskənlərin ətrafına çəkilən hündür və enli torpaq sədlər də güvənli deyildi. Bunun üçün daha etibarlı tikililərə ehtiyac var idi. Qalalar məhz bu zərurətdən meydana gəldi. Təpəgöz tikililəri. Qədim əfsanə və nağıllarda qeyri-adi bədən quruluşuna, böyük gücə malik təpəgözlərdən bəhs edilir. Kitabi-Dədə Qorqudda Basatın təpəgözü öldürdüyü boy adlı hissə var. Qədim Yunanlılar təpəgözləri sikloplar adlandırmışlar. Rəvayətə görə təpəgözlər özlərinə iri qalaçalar tikirmişlər. Alimlər belə qalaçaları siklopik tikintilər adlandırır. Azərbaycanda da iri qaya parçalarından quraşdırılan belə tikililərə rast gəlinir. Alimlərin fikrincə, bu tikililərin yaşı 3000 ildən çoxdur. Bu qalaçalar yonulmamış qayalardan heç bir bitişdirici inşaat məhlulu, yəni əhəng, sement və s. istifadə edilmədən quraşdırılırdı. Onların yalnız bir giriş qapısı olur, təhlükə zamanı iri sal daşla bağlana bilirdi. Yerli əhali siklopik tikililəri qalaça və ya hörüldaş adlandırmışdır. Alimlər hesab edirlər ki, bu tipli qalaçalar təkcə müdafiə üçün deyildi. Onlardan sığınacaq və ticarət karvanlarının dayanacaq yeri kimi də istifadə edilmişdir. Zamanın daş yaddaşı. Azərbaycanı şimaldan Böyük Qafqaz sıra dağları əhatə edir. Kür və Araz ölkəmizin ən iri çaylarıdır. Cənubi Azərbaycanın da qərb hissəsi dağlarla əhatələnmişdir. Dağlar və çaylar düşmən hücumları zamanı təbii maneə rolunu oynayırdı. Ata-babalarımız relyefin verdiyi üstünlükləri qalalar vasitəsilə gücləndirməyə çalışmışlar. Relyef dedikdə yer səthində olan dərə-təpə, dağ, düzənlik və s. nəzərdə tutulur. Dərbənddən Kür çayına qədərki ərazilərdə çoxsaylı qalalar tikilmişdir. Maraqlıdır ki, bu qalaların əksəriyyəti ümumi müdafiə zəncirinin halqaları kimidir. Məsələn, şimaldan Azərbaycan ərazisinə hücuma keçmək istəyən düşmən əvvəlcə Dərbənd səthində qarşılanırdı. Orada dərhal tonqallar qalanır, dağ zirvələrində tikilmiş digər qalalara məlumat ötürülürdü. Həmin qalalarda da bir-birinin ardınca tonqallar yandırılır, düşmən hücumu haqqında xəbər tez bir zamanda əhaliyə çatdırılırdı. Dağ, daş və od insan əlində beləcə silaha, həm də onları qoruyan vasitələrə çevrilirdilər. Bunu bilmək maraqlıdır. Ərəb səyyahlarından biri yazırdı ki, Dərbəndin önündə Dizib adlı dağ var. Onun zirvəsində hər il çoxlu odun toplayırlar. Ehtiyac olduqda Azərbaycan sakinlərini düşmənin gözlənilməz hücumu haqqında xəbərdar etmək üçün böyük tonqal qalayırdılar. Dərbənddən cənuba doğru uzanan hündür dağlardakı keşikçi qalaları, sədd qalıqları dövrümüzə dək gəlib çatmışdır. Bunlardan Çıraq-Qalanı, Gilgilçay və Beşbarmaq səddlərini göstərmək olar. Qalalar təkcə müşahidə və müdafiə funksiyalarını yerinə yetirmirdi. Onları bir neçə qrupa ayırmaq olar. Qalaların xüsusiyyətləri. Məbədlər ətrafında yaranan qalalar. Əsasən məbədləri mühafizə edirdi. Məbədlərin əmlakını qoruyurdu. Cənubi Azərbaycanda məşhur Qazaka məbədinin ətrafı qala divarları ilə möhkəmləndirilmişdi.
Şəhər tipli qalalar karvan yollarının üzərində tikilmişdi. Tədricən şəhərlərə çevrilirdi. 2-3 qat daş divarlarla əhatə olunurdu. Ətrafına enli və dərin xəndəklər qazılırdı. Düşmən hücum edən zaman həmin xəndəklər su ilə doldurulurdu. Qala divarlarında xüsusi bürslər olurdu. Bürslərdə döyüşçülər, oxçular yerləşdirilirdi. Sığınacaq rolunu oynayan qalalar əlçatmaz yerlərdə ucaldılırdı. Sıldırım və sərt qayalıqlar üzərində tikilirdi. Qız qalaları Bakıda yerləşən Qız qalası öz təkrarsızlığı ilə seçilir. Onun dünyada oxşarı, tayı bərabəri yoxdur. Qız qalasının müdafiə qurğusu dini məbəd və sığınacaq hesab edənlər də var. Qalanın hündürlüyü 28 metr, divarlarının qalınlığı isə 5 metrə çatır. Maraqlıdır ki, vətənimizin bir çox güşələrində qız qalalarına rast gəlinir. Onlar memarlıq xüsusiyyətlərinə görə Bakıdakı Qız qalasından kəskin fərqlənir. Bu tipli qalalar adətən çox hündür, əlçatmaz sıldırım qayalıqlar arasında tikilmişdir. Yardımlı və İsmailli ərazisində belə qalalar vardır. Zaqatal ərazisində yerləşən Pəri qalası isə əsl möcüzədir. Bu qala 300 metr yüksəklikdə qayalarda çapılaraq tikilmişdir. Alban memarlığının nadir nümunələrindəndir. Rəvayətə görə bu qalada əfsanəvi qadın döyüşçülər, amazonkalar yaşamışlar. Xalqımız bu qalalara həmişə böyük sevgi ilə yanaşmışdır. Qız qalaları alınmazlıq simvoludur. Belə fikirlər də var ki, yurdumuza qəfil basqın olanda qız gəlinlərin əsir düşməməsi üçün onları burada qorumuşlar. Bəlkə də alınmaz, əlçatmaz yerlərdə ucaldılan qalalar bu xüsusiyyətinə görə Qız qalası adını almışdır. Qalalar təkcə memarlıq abidələri deyil, tariximizin daş məktublarıdır. Onları qorumaq və gələcək nəsilləri ötürmək hər birimizin borcudur. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Düşmən hücumu haqqında məlumatın sürətlə ötürülməsinin hansı üstünlükləri var idi? Ordu və xalq vaxtında xəbərdar olurdu, müdafiə tədbirləri tez görülürdü, qəfil hücumun qarşısı alınırdı, əhali təhlükəsiz yerə köçürülürdü, itçilər az olurdu. Qalaların sıldırım qayalarda tikilməsinin səbəbini izah edin. Qalalar sıldırım qayalarda tikilmişdir ki, düşmən orduları onları asanlıqla işğal edə bilməsin. Yüksək və dik qayalar müdafiəni gücləndirir, qalaya çıxışı çətinləşdirir və sakinlərin təhlükəsizliyini təmin edir. Bu yerlərdə qalaların yerləşməsi həm də ətrafı yaxşı müşahidə etməyə imkan verir. Azərbaycandakı qız qalaları haqqında məlumat toplayın. Bu sizin özünüz edəcəyiniz tapşırıqdır. Nə üçün qalalar daş məktublar adlanır? Çünki onlar qədim dövrlərin müharibə və mədəniyyəti haqqında məlumatları özündə saxlayan daşdan tikilmiş abidələrdir. Onların divar və quruluşları xalqların həyat tərzi, müharibə texnikaları və sosial vəziyyəti barədə danışaraq bu irsi gələcək nəsillərə ötürür. Əsasən müdafiə məqsədi daşıyan bu tikililər həm də mədəniyyətin və dövlətin birliyinin simvolu idi. Bəli, bu qədər. 19-cu dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.